çox ucuzdur. Günü 1 qəpiyə düşür. Və 1 qəpiyə düşən dərman 200 min, 300 min dollar irəli sala bilirsə insanı, bunu niyə dənəməyəsən? Bir çarə qalmış, onsuz da öləsən 1-2 aya. Bir damcı krealin içməsənə nə mane olur? Gördülər ki, bu daha çox cinsiyyət üzünün damarını genişləndirir. Və onu sonra dövr elədilər, Viagra preparatı kimi bazara çıxartdılar. Biraz yaxşı, biraz pis, amma hamısının cəm şəklində 90% xəstələri müsbət nəticə əldə eləmək olur. Öksü otu, arabinoksilan, B17, ASD və krealinlə. Məhz krealin sizi sağaldacaq. İstənilən sülhədə problemi, şişdir, filandır. Onu rahatcana sağalda bilirik, kimyasız, şüatsız, əməliyatsız. Qida borusudur, qırtlaqdır, mədədir, bağırsaqdır, düz bağırsaqdır. Fəsad verməmiş, metastaz verməmiş xəstələrdə gəlsə, onlar da çox gözəl nəticə əldə eləyə bilirik. Bütün xəstələrimizə biz veririk zaten. Bax, burada var. Çox gözəl preparatdır, hər tərəfli preparatdır. İmmunitetin bütün növlərini qaldırır, həmçinin də şiş əleyhinə. Amma ziyanı yoxdur və ucuzdur da, yəni 4 manata çıxır bir il. Biz heç vaxt xəstələnməyəcək və uzun ömürlü yaşaya bilərik.